Salam. Beğendiğim ispatlar ders seriyasının ikinci videosudur. Bu videoda kombinatorikada önemli bir beraberliği olan Pascal beraberliğinin ispatını vereceğim. Pascal beraberliği belədir. Deməli, kombinezon n'dən k bərabərdir. Kombinezon n-1'dən k plus kombinezon n-1'dən k-1. Burada n və k nato ədədlərdir. n1'dən böyükdür. Çünki n1 olsa n-1 0 olar. Və n-k'dan ciddi böyük olmalıdır. Bərabər də olanmaz. Normalda kombinezon n'dən k'da n-k'dan böyük bərabər olmalıdır. Bərabər də ola bilər. Amma burada əgər n-k'ya bərabər olsa n-1 k'dan kiçik olacaq. Kombinezon n-1'dən k'nın mənası olmaz ondan. Ona görə də n-k'dan ciddi böyük. Bu bərabərliyin isbatını verəcəm. Fərqli bir isbat olacaq. Pascal bərabərliyi Pascal üçbucağının əsas xassəsini ifadə edir. Bilirik ki, binomu biz A plus B üstündə n binomunu açdığımız zaman binomial əmsalları Pascal bərabərliyindən tapa bilirik. Pascal bərabərliyi belədir. Və Pascal üçbucağıdır bu və Pascal üçbucağının əsas xassəsi, məsələn biz burada bu 6 necə tapırıq? 3-dən 3-ü toplayırıq. O nəyə əsaslanır? Yəni nəyə görə elədir? Səbəbi nədir? İsbatı nədir? O Pascal bərabərliyindən gəlir. Buradakı 6 nə deməkdir? Buradakı 6 kombinezon deməli 4-dən 2-dir o. Kombinezon 4-dür. Bəs 3 nədir? Kombinezon 3-dən bu 3-dən 2-dir. O birisi də 3-dən 1-dir. Və bu Pascal bərabərliyindən gəlir. Pascal üçbucağının əsas xassəsinin səbəbi Pascal bərabərliyidir. Pascal üçbucağının əsas xassəsinə Pascal bərabərliyindən əldə edirik. Və bugün Pascal bərabərliyinin isbatını verəcəm. Pascal bərabərliyini yəni cəbri isbat etmək mümkündür. Kombinezonun düsturunu yazarıq. Sağ və sol tərəfləri sadələşdirsək, daha doğrusu sol tərəfi sadələşdirməyə ehtiyac yoxdur. Sağ tərəfdə kombinezon n-1'dən k, kombinezon n-1'dən k-1 onları toplasaq, kombinezonun düsturuna görə açıb toplasaq, sadələşdirsək görərik ki, sol tərəfi verir. Amma bu isbat kombinatorik cəhətdən gözəl bir isbat deyil. Yəni, bərabərliyin fəlsəfəsini öldürmüş olur. Həm də başqa bir məsələ daha var. Məsələn, Pascal hardan bilib ki, məsələn, bu ikisini topladığımız zaman kombinezon n-dən k verəcək. Demək ki, o sol tərəfdən sağ tərəfə keçəcəyik biz. Yəni, kombinezon n-dən k-nı kombinezon n-1'dən k plus kombinezon n-1'dən k-1 olduğunu göstərəcəyik. Yəni, sağ tərəfi sadələşdirib sol tərəfə gəlmək deyil məsələ. Sol tərəfdən sağ tərəfə gəlmək. Əsas məsələ odur. Əsas riyaziyyat odur. Bu ispat yeni bir metod deyil də, kombinatorikada önəmli bir metoddur. Metodun adı bir çoxluğun iki fərqli üsulla sayılması metodudur. Bir çoxluğun iki fərqli üsulla sayılması. Nə deməkdir? Deyək ki, bizim əlimizdə bir x çoxluğumuz var. Deyək ki, məsələn, Hüseyin bu x çoxluğunun elementlərini sayır və cavabı A tapır. Əli bu çoxluğun elementlərini sayır, başqa bir üsulla sayır və cavabı B tapır. O zaman alınan nəticə nə olacaq? A, B-yə bərabər olmalıdır təbii ki. O zaman və buradan bir düstur alınmış olur. Yəni, bir çoxluğun element sayı iki fərqli ədəd olanmaz təbii ki. İki fərqli ifadə olanmaz. İki fərqli ifadə varsa, onlar bir-birinə bərabər olmalıdır. Buna kombinatorikada bir çoxluğun iki fərqli üsulla sayılması metodu deyirlər. İndi həmin metodla biz Pascal bərabərliyini isbat edəcəyik. Bir çoxluğun iki fərqli üsulla sayılması çox önəmli bir metoddur. O metodla çox düsturlar isbat eləmək mümkündür. Fərqli önəmli tətbiqləri var. Bir tətbiqi də bu olacaq, Pascal bərabərliyinin isbatı. İndi nə deməkdir kombinezon n-dən k? Kombinezon n-dən k demək, n elementli bir çoxluğun k elementli alt çoxluqlarının sayı deməkdir. İndi bir çoxluq götürün, bir x çoxluğu n elementli çoxluq olsun.
n elementli çoxluq olsun. Təbii ki, bu çoxluq boş çoxluq deyil. Bu çoxluq boş çoxluq deyil. Və bu çoxdan hər hansı bir element götürəcəm. Bir A elementi götürüm. İndi bizim əsas işimiz nədir? Bu x çoxluğunun k elementli alt çoxluqlarının sayını tapmaqdır. İşimiz odur. Onu iki fərqli üsulla tapacağım. Və onlar təbii ki, bir-birinə bərabər olacaq. Nədir x çoxluğunun k elementi alt çoxluqlarının sayı? Təbii ki, kombinzon n'dən k deməkdir. Bunu bilirik. Bir usul bu. İndi bu x çoxluğunun k elementli alt çoxluqlarının sayını bir başqa cür tapacağım. Və o tapdığım buna bərabər olacaq təbii ki. Necə tapıram onu? Bu x çoxluğudur. Fərz eləyək ki, x çoxluğu belə bir çoxluq olsun. Burada bir A elementi var. Mən bu x çoxluğunun k elementli alt çoxluqlarının sayını tapacağım. Bir üsulla tapdım kombinzon n'dən k. İndi başqa bir üsulla tapacağım. İki hal ola bilər. Bir k elementi alt çoxluğa ya bu A elementi daxil olacaq ya da daxil olmayacaq. Yəni belə deyim, A-nı özündə saxlayan k elementli alt çoxluqlar, bir də A-nı özündə saxlamayan k elementli alt çoxluqlar. İndi A-nı özündə saxlamayan, yəni A-nın daxil olmadığı, A-nı özündə saxlamayan k elementli alt çoxluqların sayı nə qədərdir? Alt çoxluqların sayı nə qədərdir? A-nı özündə saxlamır. A-nı çıxaq oradan, qalacaq n-1 sayda element. O n-1 sayda element arasından k element seçməliyəm. A-nı atdıq oradan. Sayı kombinzon n-1'dən k olar. İndi başqa hansı alt çoxluqlar var? İki hal var. A-nı özündə saxlamayan, bir də A-nı özündə saxlayan. A-nı özündə saxlayan. Yəni A-nın daxil olduğu, belə deyim. A-nı özündə saxlayan. A-nın daxil olduğu k elementli alt çoxluqlar. Alt çoxluqların sayı nə qədərdir? Baxaq indi. A-nı A hökmən iştirak eləyəcək. Deməli, k sayda element seçməliyəm və arasında A olmalıdır. Öncə A-nı seçirəm. Yerdə qaldı n-1 sayda element. Bir dənəsini seçmişəm. Kaçıq bir saydasını seçməliyəm. n-1'dən k-1 olacaq onda. Yerdə qalan n-1 element arasından k-1. Çünki bir dənəsini seçmişik. Biri A-dır. Olar. Onda deməli k elementi bütün açıqların sayı nə oldu onda? Kombinzon n-1'dən k plus kombinzon n-1'dən k-1 toplama prinsipi. Yəni iki hissəyə ayırdıq k elementi açıqları. A-nın daxil olmadığı k elementi açıqlar. Onlar kombinzon n-1'dən k-dır. A-nın daxil olduğu k elementi açıqların sayı o da n-1'dən k-1 oldu. Onda iki fərqli üsulla saydıq. Deməli, n elementi çoxluğun k elementi açıqların sayı həm kombinzon n'dən k olduğunu bilirik, həm də n-1'dən k plus kombinzon n-1'dən k-1. Deməli, bunlar birbirine bərabər olmalıdır. Başda dediyim söhbət. Biri sayır cavabı A tapır, biri də B tapır. A, B'ye bərabər olmalıdır təbii ki və ispat olundu. Bu kombinatorik bir isbatdır. Bununla da Pascal bərabərliyi ispat olundu. Bir nümunə verin və nümunə üzərində də izah edeyim. Tam aydın olsun. Deməli, nümunə. Kombinzon 15'dən 7 məsələn. Kombinzon 14'dən yox, 7 plus kombinzon 14'dən 6. Pascal bərabərliyi budur. İndi bunun bir isbatını verəcəm. Fərz eləyək ki, sinifdə 15 şagird var. Biz bu 15 şagird arasından 7 nəfər seçməliyik.
7 nəfər seçib tədbirə göndəririk məsələn. 15 şagird arasında 7 nəfər seçəcəyik. Bunun sayıram indi. Biri təbii ki, kombinzon 15-dən 7-dir təbii ki. Fərz eləyək ki, həmin sinifdə Atilla adlı bir şagird var. İndi 7 nəfər seçəcəm, başqa bir üsulla sayıram. Seçdiyim 7 nəfər arasında Atilla'nın olmadığı 7 nəfərlər var, bir də Atilla'nın olduğu 7 nəfərlər var. Atilla'nın olmadığı 7 nəfərlər nədir? Atilla'nı seçmirəm yəni. Atilla'nı çıxdım, yerdə qaldı 14 şagird, onlar arasından 7'sini seçirəm. Kombinzon 14-dən 7. Üstə gələk. Bir də Atilla'nın iştirak elədiyi 7 nəfərlər. 7 nəfər seçəcəm, arasında hökmən Atilla olacaq. Öncə Atilla'nı seçirəm, bir nəfər seçdim, qaldı 14 nəfər yerdə qalan. Onlar arasından 6 nəfər seçməliyəm, çünki bir nəfər seçmişəm. O da kombinzon 14-dən 6-dır. Demək ki, bunlar bir-birinə bərabər olmalıdır. Baxın, iki fərqli üsulla saydıq burada. Yəni 15 şagird arasından 7 şagirdin seçilməsini iki fərqli üsulla elədik. Birində kombinzon 15-dən 7, bunu bilirik. Bir də başqa bir cür saydım. Atilla'nın iştirak elədiyi 7 nəfərlər, iştirak etmədiyi 7 nəfərlər. Saydıq, topladıq. Demək ki, doğru olmalıdır. Ümid edirəm ki, başa düşdünüz və tam aydın oldu. Paskal bərabərliyinin isbatını verdik. Təbii ki, bunu cəbri də isbat etmək mümkündür. Sağ və sol tərəfi düsturlara görə açırıq, sadələşdiririk, görürük ki, bərabərdir. Növbəti videoda görüşərik. Sağ olun.